Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Təkrar sizinlə 21-ci yüzilin qadını proqramında xoş gördük sizləri və xatırlatmaq istəyirəm ki, bütün təhsil müəssisələri, orta məktəblər, universitetlər hamısı birlikdə gələcəyimizin inkişafını təmin edən faktor rolunda çıxış edir. Amma təəssüf ki, bir çox hallarda biz media orqanlarında, sosial şəbəkələrdə müəllim nüfuzuna, təhsilin nüfuzuna xələl gətirəcək yanaşmaların da şahidi oluruq. Əlbəttə ki, bugün həm müəllimi qınayırıq, həm haqq qazandırırıq, həm bitərəf qalırıq. Mövzu ilə bağlı fikir mübadiləsi etmək üçün proqramımıza millət vəkili Sevinç Fətəliyevanı dəvət etmişik və söhbətimizin gerisinə onunla davam edəcəyik. Hər vaxtınız xeyir olsun Sevinç xanım. Siz bilirsiniz, xüsusilə son zamanlar, son illərdə təhsilin vəziyyəti müzakirə mövzusudur. Əslində bu da təbiidir. Biz çünki istəyirik ki, təhsilimiz daha mükəmməl formada olsun. Bu normaldır. Amma təsvir edici məqam ondan ibarətdir ki, müəllimin nüfuzuna xələl gətirəcək bir çox hallarda müzakirələrə də, sosial şəbəkələrdə rast gəlirik. Bu yaxınlarda səhv etmirəmsə siz də elə müəllimlərin sosial şəbəkədə qınanılması, onların ələ salınması ilə bağlı bir status paylaşmışdınız. Yəni, laqeyd qalmadınız mövzuya. Təhsil yəni təkcə Azərbaycanda yox, ümumiyyətlə dünyada müzakirə mövzusu olaraq qalır. Bugün isə biz təhsilə yeni prizmadan baxırıq. Bu rəqəmsallaşma mühitində təhsilin önəmi, ümumiyyətlə müəllimin nüfuzu. Burada mən ailə məsələlərini də qayıtmaq istərdim. Ailə dəyərlərini də bu məsələyə aid etmək istərdim. Çünki hər hansı bir gəncin formalaşmasında ilk növbədə onun ailəsi, onun aldığı məktəb, müəllimlər, bir dəyərlər sistemin formalaşmasında yəni əsas rolu oynayandılar. Amma bugün müəllim təkcə belə deyək, məlumatı əldə etmək resursu kimi qəbul olunmur. Çünki yenə də rəqəmsal mühitdə bir kliklə sən hər hansı bir məlumatı əldə edə bilərsən, təhlillər apara bilərsən və burada müəllimin rolu bugün ondan ibarətdir ki, təkcə bilik və savadın formalaşmasında yox, bilik ötürülməsində yox, eyni zamanda dəyər sistemin formalaşmasında, məlumatların düzgün seçilməsində və ümumiyyətcə yaxşısını pisdən seçmək bacarığına malik olmasında müəllimin rolu çox böyükdür. Və yəni ki, dəyərlərin gələcək nəslə ötürülməsində birbaşa müəllimlər böyük rol oynayır. Amma bugün müəllim o məsuliyyətin ötəsindən gələ bilirmi? Necə düşünürsünüz? Məsələ ondadır ki, əgər bugün müəllimin nüfuzu zəifləyirsə, onda bilik, bacarıqların, savadın ötürülməsi zənciri də zədələnir. Və burada biz ənənəvi olaraq, yəni Azərbaycanda və ümumiyyətlə bütün dünyada müəllim nüfuzu hər bir cəmiyyətdə yüksək dəyər verilən bir amildir. Və bugün müəllimlərin üzərinə çox böyük məsuliyyət düşür. Təbii ki, yenə də müasir tələblərə uyğun olmaq lazımdır, müasir tələblərə cavab vermək lazımdır. Eyni zamanda müəllim yenə də təkcə öz fəni üzərində yaxşı mütəxəssis olmamalıdır. Məktəbin rolu ondan ibarətdir ki, bu rəqəmsal mühitdən müəyyən bir rəqabətdə olaraq ənənəvi yollarla, amma maraqlı şəkildə, müasir tələblərə uyğun şəkildə bilikləri təqdim etmək. Biraz öncə dediniz ki, müəllimin nüfuzu zəifləyirsə, zəifləyirmi bugün müəllimin nüfuzu? Siz də bunun təsdiqləyirsinizmi? Bu təkcə müəllimlərə aid deyil. Ümumiyyətcə, rəqəmsal mühitdə davranış qaydaları nöqteyi nəzərdən bugün hər bir şəxsin, istər müəllim olsun, istər həkimlər olsun, başqa peşə sahibi olsun, yəni nüfuzuna xələl gətirmək çox asanlıqla bunu etmək olar. Çünki məsələ ondadır ki, real həyatda hər hansı bir insan öz dediyi sözə, ifadə etdiyi cümlələrə, davranışına görə, atdığı addımlara görə məsuliyyət də daşıyır. Çünki biz cəmiyyət arasındayıq. Biz nəyisə bəyan edəndə, nəyisə deyəndə təbii ki, biz ətrafa baxıb özümüzün belə deyək, bu cəmiyyətdə həmin o fikrin səslənməsi necə olacaq, bu haqda düşünürük. Amma rəqəmsal mühitin fərqli ondadır ki, bugün xüsusilə də gənclər arasında elə bir təəssürat yaranır ki, orada səslənən fikirlər,
orada yəni davranış növləri heç bir məsuliyyət daşımaq, bunun üçün daşımaq ehtiyac yoxdur. Yəni bu gün müəllimin nüfuzuna xələl gətirən daha çox sosial şəbəkə üzərindən aparılan propagandadır. Bəli, Təqribən. Bəli. Yenə də sosial şəbəkədə aparılan müzakirələr, səslənən fikirlər, onlar həmin o fikirlərin müəllifləri üçün belə deyək, heç bir məsuliyyət yaratmır. Və məsələ ondadır ki, əgər biz ümumiyyətcə mədəniyyətdən danışırıqsa, mən düşünürəm ki, burada əsas məsələ elə mədəniyyətin formalaşmasıdır. Mədəniyyət o zaman özünü göstərir ki, insan ümumiyyətcə izləyici olmayan zaman insan özünü necə göstərir, necə davranır hansısa bir məsələyə. Yəni hər hansı bir halda təkbətək insan özü ilə təkbətək qalanda hansı xüsusiyyətlərə malikdirsə, bax onda o zaman onun mədəniyyəti görünür. Və sosial şəbəkələr də ümumiyyətcə rəqəmsal mühitdə həmin bu nümunədir. Bəzən elə təəssürat yaranır ki, səni heç kim görmür, sən anonim şəkildə O zaman belə çıxır ki, mədəniyyət, rəqəmsal mədəniyyət aşağıdır da. Bəli, rəqəmsal mədəniyyət varmı? Aşağı, niyə görə aşağıdır? Ona görə ki, bu gün gənclər arasında rəqəmsal mühitdən istifadə qaydaları hələ də formalaşmayıb. Bizim əsas məqsədimiz nədən ibarətdir? Bu gün əgər rəqəmsal mühitdən istifadə ediriksə, əgər bu gün biz həqiqətən yəni bütün dünyaya aiddir. Yəni internet vasitələri siz hansısa internet platformalarsız biz həyatımızı təsəvvür edə bilmərik. Amma burada bir layiqli vətəndaş kimi təkcə cəmiyyətdə yox, eyni zamanda rəqəmsal mühitdə də davranmağa və layiqli vətəndaş kimi özünü nümayiş etdirmək üçün təbii ki, rəqəmsal mədəniyyət olmalıdır. Və burada bir məsələni toxunmaq istərdim. Burada mədəniyyət təkcə digərlərinə hörmət deyil, hansısa bilik savadının mövcud olması deyil. Burada hansısa belə deyək, zorakılığa, hansısa alçaltma məsələlərinə, hansı insanların hansısa təhqirlərə cavabsız qalmamaq və burada müqavimət göstərmək bu məsələlərə. Bu da artıq rəqəmsal mühitdə vətəndaşlıq borcunun bir növünə çevrilir. Rəqəmsal mədəniyyət, rəqəmsal dünyadan istifadə ümumiyyətlə qanunvericiliklə tənzimləməlidirmi? Bəli, təmizlənməlidir mütləq şəkildə və Azərbaycanda qanunvericilikdə də bu öz əksini tapır. Bugün biz onun üzərində işləməliyik ki, hər kəs öz səviyyəsində, istər müəllimlər, məktəblər öz sahəsində, istər ailələr, valideynlər səviyyəsində, istər yenə də qanunvericilik sahəsində, istər hansısa dövlət qurumları səviyyəsində bu ümumi bir məsuliyyətdir. Və biz əgər gələcək nəsillərin dəyər sistemin pozulmamasına və biz texnologiyalara yox demirik. Biz texnologiyaların belə deyək, düzgün əllərdə düzgün alət kimi fəaliyyət göstərməsinin tərəfdaşıyıq. Rəqəmsal mədəniyyəti necə aşılayacağıq cəmiyyətə? Bu ilk növbədə yenə də ailəyə qayıtmalıyıq. Çünki ümumiyyətcə texnologiyaların istifadə hər bir gəncin, hər bir uşağın gözü qabağında onun valideynləridir. Və əgər valideyn bu gün sosial şəbəkələrdə hansısa fikirlərə dəstək verirsə, hansısa fikirləri düzgün olmayan fikirləri yayırsa, təbliğ edirsə, eyni zamanda ümumiyyətcə telefonu əldən buraxmırsa, bu özü-özündə bir nümunədir, yəni davranış nümunəsidir. Əgər bu gün valideynlər və məktəb həmçinin gənclərin formalaşmasında və tərbiyəsində hansısa qısa sürətli populyarlaşması məsələsi, sürətli belə deyək, laykların izləmə sayının çoxalması məsələsinə istənilən mövzuya müdaxilə edirsə, yəni burada məsuliyyət daşımadan, heç bir anlayışı olmadan, heç bir belə deyək, vətəndaş mövqeyin mövcud olmaması halda sadəcə bu populyarlaşma, izləmə sayı məsələsi əgər ortada durursa, bu təbii ki, hansı dəyərlərdən biz danışa bilirik. Amma siz bilirsiniz də, əgər biz nəzərə alsaq ki, bugün əksər böyük qism valideyn populyarlaşdırmaq naminə, sosial şəbəkədən müəyyən mənada marağı naminə istənilən mövzuya müdaxilə edib, yəni hətta normal mədəni çərçivədən kənara çıxıb, etik normalara sıxmayan ədəbsiz mövzuları belə açıqca təbliğ edirsə, bu deməkdir ki, o zaman
valideynlərdə problem var da bu gün. Bəli, yenə də O zaman bunun qarşısı necə alınacaq? Demək ki, yenə qanunvericilik aktlarına gəlir. Qanunvericilik bir tərəfdən eyni zamanda bu gün maarifləndirmə işlərinə də çox böyük ehtiyac var. Çünki yenə də kim aparacaq o maarifləndirməni Sevinç xanım? Millət vəkillərimi, televiziyalarmı, jurnalistlərmi, vətəndaş cəmiyyətimi? Hamı. Çünki yenə də deyirəm, bu hamının məsuliyyətidir. Qadağalar yox, izahatlar verilməlidir. Yəni qanunvericiliklə müəyyən qadağalar qoyulur, müəyyən belə deyək, qanunlar müəyyən olunur. Amma bununla yanaşı maarifləndirmə işləri təkcə qanunvericilik orqanı tərəfindən aparılmır. Burada vətəndaş cəmiyyətinin rolu çox böyükdür. Yenə də məktəb və universitetlərin üzərində çox böyük məsuliyyət düşür. Elm cəmiyyəsinin. Çünki yenə də biz hər şeyi məktəbdən, təhsil ocaqlarından alırıq. İstənilən vətəndaşın üzərinə bir vətəndaş məsuliyyəti deyilən bir məsuliyyət düşür. Onu demək istəyirsiniz. Təbii, bu vətəndaş məsuliyyətin bir belə deyək parçasıdır. Bu yaxınlarda bilirsiniz, təhsillə bağlı, məktəblərlə bağlı qanun qüvvəyə mindi. Şagirdə əl qaldıran müəllimlərin 200 manat cərimə olması. Bununla bağlı siz nə düşünürsünüz? Mən düşünürəm ki, ümumiyyətcə heç bir zorakılıq istər təhsil prosesində, istər hər hansı bir başqa tərbiyə prosesində tətbiq olunmamalıdır. Və biz yəni sivil bir dövlətdə yaşayırıq, sivil cəmiyyətdə yaşayırıq. Bəli, biz yenə də təkrar eləməliyik ki, müəllimin üzərinə çox böyük məsuliyyət düşür. Amma bir tərəfdən, əgər biz müəllimin nüfuzunu qoruyub saxlamaq istəyiriksə və bunun üzərində çalışırıqsa, təbii ki, müəllimlər də öz davranışında sivil qaydada həm təkcə fənin tədris olunmasında peşəkar bir mütəxəssis olaraq, eyni zamanda psixoloq olmalıdır. Yəni, bugünün müəllimi özünü kifayət qədər hər tərəfli yetişdirməlidir. Bugünün müəllimi həm də psixoloq olmalıdır. Təbii, mütləq. Bugünkü müəllim psixoloq olmalı ilk növbədə. Biz sivil qaydada rəftar etməliyik bir-birimizlə. İstər müəllimlər, istər yenə də başqa peşə sahibləri. Xüsusilə də məktəblərdə, yəni düşünürəm ki, bu gün məktəblərdə formalaşan mühit ilk növbədə hər bir gəncin anlayan, hər bir gəncin həm psixoloji durumunu, həm onun qayğısına qalması, eyni zamanda onun yəni bir vətəndaş kimi formalaşmasında bu müəllimin məsuliyyətidir. Sevinç xanım, çox sağ olun, təşəkkür edirəm dəvətimizi qəbul etdiniz və suallarımızı ətraflı cavablandırdınız. Bu qədər dəyərli izləyicilərimiz, son zaman kəsiyində dinlədiyiniz fikirlər xanım millət vəkili Sevinç Fətəliyevəyə məxsus idi. Salamat qalın.